yaxşı elə bilənlərdən biri də məncə elə mənəm. Bunun ən dərin hisslərini mən yaşamışam. Amma mən bu Milli Şura məsələsində qayıtmaq istəyirəm. Çünki sizə qarşı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu'nun canlı yayında bir ittihamı var ki, Qazi Nurullayev və digər parlamentdə olan müxalif deputatların əksəriyyəti Əli Kərimlinin müavini olublar və onlar istintaqa cəlb olunmalı. Təbii ki, bugün Sərdar Cəlaloğlu ümumiyyətlə bilirsiniz, belə deyək də, mən onu bir çömçə hesab edirəm. Hər şeyi qarışdıran bir insandır. Yəni, dediyi sözlə, şəxsiyyəti ilə onun cəmiyyətə verəcəyi töhfələr arasında çox böyük fərqlər var. İnsanın özünün şəxsiyyətində və düşüncələrində, yanaşmalarında problem var. İnsanın içi tamam fərqlidir, danışdıqları tamam fərqlidir. O həmişə insanların psixologiyasına uyğun danışır və insanların sağolunu qazanır, bəyənirlər, şərh verirlər ki, yaxşı. Yəni ki, bəli, populizmlə məşğuldur. O bilir nəyə, amma insanın əlindən bir iş gəlmir. Əlindən bir iş gəlsəydi, 80-ci illərdən özünün dediyi kimi 70-ci illərdən Azərbaycanın siyasətində də bugünə qədər nəyə nail olub, kimə xeyri dəyib, kimə nəsə edib. Ancaq və ancaq müxtəlif zamanlarda müxalifətin birliyini pozub, bir qaşıq çömçə rolunu oynayıb və aləmi qarışdırıb bir-birinə. Ona görə də və eyni zamanda da o öz siyasətini elə qurub ki, həm hakimiyyətlə münasibətlərini saxlayıb, həm müxalifətlə. İndi də yenə də bu məsələləri deməklə, dolayısıyla Ramiz Mehdiyevi vurur, dolayısıyla digər müxalifət nümayəndələrini vurur və hakimiyyət üçün hansısa bir açar rolunu oynamaq istəyir, onlara yarınmaq istəyir. İnsanın şəxsiyyətində ancaq yarınmaq, amma o yarınmağını yaxşı pərdələyə bilir. Amma insan, mən sizə deyim ki, Azərbaycan siyasətində, əgər Azərbaycan siyasətində Sərdar Cəlaloğlu, Əli Kərimli və bir çox başqaları da var. Onlar olmasaydı, bugün Azərbaycanda tamamən siyasət başqa cür fərqli ola bilərdi. Azərbaycan bugün dünyanın ən demokratik ölkələrindən biri olardı. Azərbaycan xalqı xoşbəxt yaşayardı. Zaman-zaman Azərbaycan xalqı üçün açılan pəncərələrin, qapıların hamısını təpki ilə Sərdar Cəlaloğlu bağlayıb. Çünki qarışdırıb, həm gedib məlumatları çatdırıb hakimiyyət nümayəndələrinə və sonra yenidən qayıdıb yanlış məlumatlarla müxalifəti çaşdırıb. Hansı zaman müəyyən bir inteqrasiya, birlik olub, Sərdar Cəlaloğlu orada mütləq şəkildə kiməsə torba tikib. Ona görə də, amma bugün indi bu ahıl yaşında da şeytanbazlıqla məşğuldur. Yəni, mən düşünürəm ki, o insan şeytandan da betərdir, bu qədər. Yəni, insanın şəxsiyyətində problem var, bilirsən, onun tərbiyəsində problem var və bugün Azərbaycan siyasətinin ən tərbiyəsiz adamı Sərdar Cəlaloğludur.